Uşaqlarda göbəkdən axıntı adətən yeni doğulma dövründə və yaxud 1-ci, 2-ci ayında bu hal baş verə bilir ki, göbəkdən axıntını yaradan bir neçə səbəb var. Bunlardan biri granulomadır, hansı ki göbəkdə bir selikli kimi çıxıntı qalır. Bu hansı ki bağırsaq hissəsindən qalan bir hissədir. İkinci uraxusdur, yəni sidik hissəsindən göbək arasında əlaqədir. Ümumiyyətlə nədən yaranır bunlar? Ana bətndə göbək ciyəsi uşaqlarla birləşik olur və bunun içində bağırsaq, damarlar və sidik hissəsindən elementlər var. Göbək ciyəsini kəsəndən sonra bunların hamısı öz yerinə qayıdıb öz yerini tutmalıdır. Hansından bir yol qalırsa orada, məsələn sidik hissəsindən ən çox qalır, buna uraxus deyilir və uşaq hansı ki doğuşdan sonra özünü bir göbəyindən nəmli axıntı, sarı rəngdə sulanma və iyili olması və bu axıntı hansı konservativ müalicə altında keçib getmədiyi halda və uşaqda göbəyində tez-tez infeksiyalaşma, irinləmə yaratdığı halda bəzən də bunlarda sidik hissəsində sidik yolları infeksiyası yaradır. Çünki həmin yolun dərin əlaqəsi var deyənə oradan sidik hissəsindən mikrob keçərək yarada bilir ki, bu halda cərrahi müdaxiləyə göstərişdir. Ümumiyyətlə göbək fistulası deyirik buna və uraxus bir mənalı cərrahi müdaxilə ilə aradan qaldırılası patologiyadır. Təşəkkürlər.